Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məyər onların ayaqları mı var onunla yerisinlər? Yoxsa onların əlləri mi var onunla tutsunlar? Yoxsa onların gözləri mi var onunla görsünlər? Yoxsa onların qulaqları mı var onunla eşitsinlər? De ki, çağırın şəriklərinizi. Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Həqiqətən mənim himayədarım kitabı nazil edən Allahdır. O, əməli salihlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.